Deməli, əziz tələbələr, belə bir sual var ki, biz hər hansı bir misal verdik, baba belə bir misal verdik, bu misalı həll elədik, bu misal çox çətindir, lövhədə həllə baxarsınız, amma həllə baxmadan belə vuruşarsınız ki, həll edə bilirsiniz, bilmirsiniz. İndi sual nədən ibarətdir? Biz bu böyüklükdə misalı yazdıq, iki üsulla və kifayət qədər çox vaxt getdik. Nümunə üçün dedim ki, mən birinci dəfə bu misala rast gələndə 2 saat yarım, 2 saat 30 dəqiqə plusu ilə bu misalı fikirləşmişəm. Onda da ağlıma birinci üsul yox, təkcə ikinci üsul gəlir. Bir dənə üsul gəlir ki, bunu ilə yazın. 2 saat yarımdan sonra. İndi uşaqlar deyir ki, Süleyman müəllim, sən 2 saat yarım oturub, bir dənə bu misala vaxt sərf eləmişsən. Ona can gedib oynaya bilərdin, ona can PlayStation oynaya bilərdin, deyək ki, kinoya baxa bilərdin, maraqlı, gedib futbol oynaya bilərdin və s. belə axırda özün üçün əylənə bilərdin. 2 saat yarım bir dənə misala niyə sərf eləyəsən? Gedib başqa hazırlığına məşğul ola bilərdin. Riyaziyyat sizə nəyi öyrənir? Birinci, səbirli olmaq öyrənir. Onun xüsusiyyətlərindən biri bu misal deyil. Sənə hansı kassəni formalaşdırır səndə? Hansı qabiliyyəti formalaşdırır? Səbirli olmalı. Bir misalı yazıb axırına çıxmaq üçün sən yüzlərlə yola girə bilərsən ki, buradan bu alınmır, qayıdırsan bura, bu alınmır. Və ola bilər ki, yol düzgün gedə, burada da səbirli olmaq lazımdır. İndi mən misal göstərəndə görürsünüz ki, diskriminanta gedir, nəsə əcaib bu böyüdə misal gəldi. Əksəriyyət burada nə edəcək? Bu misal görən kimi deyəcək ki, bu üsul səhv. Heç ardına getməyəcək. Amma biz bu yolu davam elətdiririk və sonda nəticə əldə edirik. Bunun səbirli olmağı, ardına düşünməni öyrədir sizə. Nəyi öyrədir? Heç bir fən belə şey öyrətmir ha sizə. Ki, səbirli ol, ardıcıl düşün. Nəticə, bunun həyata tətbiqi nədir? Həyatda deyəcək ki, məsələndə bəzi uşaqlar. X-a rast gəlirsən, Y-a rast gəlirsən, müəllim, sinus var həyatda, kosinus var. Ay yoldaş, riyaziyyatın məqsədi odur ki, sənə X-i öyrətsin, Y-i öyrətsin. Məqsəd odur ki, səbirli davran. Bir. İkinci, bil ki, hər bir əziyyətin bəhrəsi var. Əziyyət nə verir sənə? Bir bəhrə verir. Və ardıcıl düşünməyi öyrənir. Ki, bundan bu alınır, bundan bu alınır. İndi mən sübut edeyim ki, bax, bunun mənə nə xeyri olur? Mən video çəkməyə başlayanda YouTube'da ilk 4 il video çəkəndə bizə oradan gələn gəlir mənfi. 4 il mənfi gəlir. Yəni nə deməkdir? 4 il işləyirsən, amma sənə pul gəlmir. Hətta öz cibindən nə qoyursan ora? Pul qoyursan. Hə, indi də kanalda çox adam yoxdur. Amma bizə belə deyək də, baxanlar kifayətdir. Yəni o yaxşı oxuyanlar mənə baxmalıdır. O mənə kifayətdir. Hamının baxmağı lazım deyil. Hərçənd kanalımızdan da riyaziyyət hər kəs söndür. Ancaq aha. Deyək ki, 4 il neylə işləmişik? Mənfi gəlirlə. İndi sən beynin istənilən belə deyək ki, o riyazi, səbri olmayan adam, ardıcıl düşünməyi bilməyən adam, o 4 ildən sonra yox, 1-ci ildə o iş yatar. 1-ci ildə açlar ki, bu mənlik deyil. Xarizmam yoxdur ki, adam yığın, kütlə yığın. Yoxumdur da belə bir şey. Neyə? Atacada elə adam varkən bir dənə video açır, bir də gördün ki, nədir? Kəşfətdədir. İkinci videosunda artıq şeydədir. Qlobaldadır. Hə. Ancaq biz elə çəkirik, heç kim baxmır. Elə video var ki, 3 nəfər baxır, 11 mən. İndi ardıcıl düşünmənin sayəsində, o səbirli davranmağın sayəsində, bizim kanalımızda artıq videoların sayı 1000-ə çatır. Səbirli düşünmənin sayəsində və hər bir əziyyətin bəhrəsinin olduğunu bildiyimizdən həmin o YouTube 4 il ki mənə mənfi gətirmişdi. Sonraki illərdə onun gətirdiyi mənə gəlir. Bu 4 il mənfini də vurub keçdi. Aha, daha demirəm də gəlir.
Ancaq məsələ ondan ibarətdir ki, burada mənə bu qabiliyyəti riyaziyyat verməsəydi, ki, mən səbirli olum, ardıcıl düşünüm, misal üzərində vuruşum, misal üzərində çalışanda o alınmır. Bu alınmamağı problemli deyil, onsuz da alınmasın. Amma sən vuruşmağı öyrənirsən və bunun nəticəsində uğur qazanırsan. Bunu deyərsən, Süleyman, sən deyirsən, mən en qədər uğur qazanan insanlar göstərə bilərəm. Və onlardan da soruşa bilərik ki, hansı fənni seçirsən, əgər sən bu gülləri tələbə olsaydın? Əksəriyyəti riyaziyyat deyəcək. Məsələn, necə ki Pavel Durov deyil, necə ki Elon Musk deyil. Hamısı deyir ki, riyaziyyatı seçirəm. Niyə? İkinci sual olunur, niyə? Onlar da deyir ki, riyaziyyat nəyi səndə saxlayır? Ardıcıl düşünməni, səbirli olmağı, əziyyətin bəhrəsinin olduğunu anlamağı. Ki, sən əziyyət çəkirsən, axır əvvəl çıxır o zaman. Bunları sənə aşılayır. Sənə X, Y lazım olmayacaq həyatda. Amma bunlar olmasa, sən səbirli davranmırsansa, sən məsələyə bir dəqiqəyə yanışırsan, bir dəqiqə alınmırsa, sən məsələni atırsansa, gələcək həyatında da bir işə başlayanda 2 gün baxacaqsan ki, alınmır. Hətta o yolun düzdür ha. Bəlkə də bir aydan sonra sən oradan 1 milyon qazanacaqsan. Ancaq 2 gündən sonra sən o işi neyəcəksən? Atacaqsan. Sonra görəcəksən ki, kimsə Süleyman həmin işə başlayıb səndən sonra başlayır. Amma neynədir? 1 milyon qazanır. Sən də çayxanada oturub Süleymanın qiymətini edəcəksən. Niyə? Çünki mən də başladım, o da başladı. Mənim bəxtim gətirmədi, o ki gətirdi. O söhbət bəxtdən getir. Əziyyətdən gedir. Vəssalam.